İndim bir tane yapay zekadan soruşum gözlüyüm. Bir tane de Cemile xalamız var, qurban olmalılar. Gecə hər saat onu narahat edir. Allah ondan razı olsun. Axırda buna ben o kadar sual verdi. Dedi ki, bacı xahiş edirəm, o uşağı çıxar evdən atır. Gözdən səs atıram. Yeni doğulmuş körpəmə gecə süt hazırlamışam, amma içmədi. Sütü Biz içə bilərik. Heyfimiz gəlir. Cemile xala, heyfimiz gəlir. Sütü biz özümüz içə bilərik. Görəndik. Şəxsi yox. Sudun israf olmaması istəyinizi çox yaxşı basa düşürəm. Amma. Körpənin sağlamlığı və sudun novu ən vacib məqam. Vay, vay, vay. Hazırlanmış sudun tərkibindən asili olaraq Can, bir neçə can. vacib qaydanı nəzərə almalısınız. 1. Baş üstə. Əgər bu suni usaq qidasıdırsa, Ah. smes. Bu- Suni qidalar hazırlandıktan sonra bakteriyaların çoxalması ucuncuq Hamısı bakteriyadan dansın. Otaq temperatürü hazırlandıktan sonra Ben bağlasın Cemil xan. Bizim Cemil xan bir gündü kusurudur. Nedir bu? maksimum 1-2 saat ərzində istifadə olunmalıdır. Maydalı ne? Korpa agizini toxundurubsa, Ha. əgər korpa susadan bir necə qurtum içibsə, agiz suyundakı Neyin bakteriyalar ifa? suda keçir. Bu Neyin halda ifa? suda maksimum 1 saat ərzində ya içirməli ya da atmalısınız. Cırmalı. Boyuklar içə bilərmi? Bəli, əgər su təzə hazırlanıbsa və xarab olmayıbsa, boyukların içməsində Çok bir sağ ol. saat Çok var gözüm adı sizə fərqli gələ Yox, bilər, amma mən- zəhərləyici deyil. Yox, Lakin zəhərlənmir. saatlarla otaq temperaturunda qalibsa, risk etməmək daha yaxşıdır. Risk eləməyək. Əgər bu sağ gelmiş amma sududursa, Eğer bize bir şey olsa bilin ki sütten boğuldu öldü. Otaq temperaturunda təxminən 4 saat Cemile xala deyil ki risk yoktu. İçemiyorsunuz. Ama eğer deyil mümkünse risk eləmeyin. İşte biz risk eləyib içsək bunu. Her an səhər bizi sütten boğulmuş səsində tapa bilərsiniz. Ne risk eləyəcək? Ne risk eləyəcək? Aşkım Cemil'in hala biraz bağışlayacak Rus yazısını da o da biraz bizim dilden böyle dansa bilir. sesim kaçır kırılan Böyle dansa bilir. Hə, gözdə indi həqiqi sualımı verim. Ha, her gün salı